Ailə böhranının idarə olunmasında hüquqi mütənasiblik. Nisa 34-35 ayələrinə sistemli baxış. Quranın ailə daxili ixtilafların həllinə dair təqdim etdiyi metodologiya əsrlər boyu müxtəlif şərhlərə məruz qalmışdır. Xüsusilə Nisa surəsinin 34-cü ayəsində keçən və ənənəvi olaraq döymək kimi tərcümə edilən darabə feili bugün də ciddi müzakirə mövzusudur. Lakin Quranın ümum hüquq fəlsəfəsini, hüquqi mütənasiblik prinsipini və ayələrin daxili ardıcıllığını Nisa 34-35 bir yerdə nəzərdən keçirdikdə, bu feili fiziki zorakılıq kimi yox, müvəqqəti uzaqlaşma, ayrılıq kimi anlamağın məntiqi zərurət olduğu ortaya çıxır. Aşağıda bu yanaşmanın hüquqi, məntiqi və dilçilik əsasları addım-addım təhlil olunur. 1. Hüquqi mütənasiblik prinsipləri ilə müqayisə. Quranın cəza hüququnda cinayət və cəza münasibətləri ciddi şəkildə qeyd olunmuş normativ çərçivələrə əsaslanır. 1. Sübut olunmuş zina cəzası. Nur surəsi 2. Cəmiyyətin gözü qarşısında və 4 şahidlə sübut olunduqdan sonra icra edilən cəza 100 çubuqdur. 2. İftira, şər atma cəzası. Nur surəsi 4. Sübutsuz şəkildə kiməsə zina ittihamı irəli sürənlərə verilən cəza 80 çubuqdur. Məntiqi ziddiyyət. Nisa 34-cü ayədə təsvir olunan vəziyyət sübut olunmuş bir cinayət deyil. Burada sadəcə ailə daxili etinasızlıq, soyuqluq və ya ailə nizamının pozulması barədə subyektiv şübhə, qorxu, təxafunə nüşuzəhun var. Əgər bu ayədəki darabə feilini döymək kimi şərh etsək, belə bir hüquqi paradoks yaranır. Ən ağır əxlaqi cinayətə görə tətbiq edilən cəzanın limiti və icra qaydası bu qədər dəqiq müəyyən edildiyi halda, ev divarları arasında sadəcə fərdi bir şübhəyə görə kişiyə heç bir limiti, qaydası və şahidi olmayan döymək səlahiyyətinin verilməsi Quranın ümumi ədalət prinsipi ilə ziddiyyət təşkil edir. Çünki nəzarətsiz bir fiziki zorakılıq, məsələn, bircə ağır yumruq zərbəsi, insana qanunla müəyyən edilmiş 100 çubuqdan daha çox fiziki və psixoloji zərər vura bilər. 2. Böhranın mərhələli idarə olunması zənciri. Nisa 34, Nisa 35. Ayələrin təqdim etdiyi həll modelini ardıcıl bir sxem kimi nəzərdən keçirdikdə, mərhələlərin emosional dərəcəsinin getdikcə artdığını görürük. Bu zəncirdə fiziki güc tətbiq etmək sistemin daxili məntiqini pozur. Mərhələ 1. Nəsihət. Mərhələ 2. Yatağı ayırmaq. Mərhələ 3. Uzaqlaşmaq. Daraba. Mərhələ 4. Ailə hakimləri. 1-ci addım. Nəsihət. Fəəizuhunnə. İlk olaraq şifahi ünsiyyət qurulur. Tərəflər problemlərini danışaraq həll etməyə çalışırlar. 2-ci addım. Yataqları ayırmaq. Vəhcuruhunnə. Əgər şifahi ünsiyyət nəticə vermirsə, eyni evin daxilində emosional məsafə qoyulur, intim münasibətlər dayandırılır. Bu, səssiz bir etiraz və psixoloji xəbərdarlıqdır. 3-cü addım. Müvəqqəti uzaqlaşma və daraba və dribuhunnə. Eyni evdə qalmaq gərginliyi daha da artırırsa, 3-cü addım atılır. Yatağı ayırmaq kimi incə bir psixoloji mərhələdən dərhal fiziki zorakılığa, döyməyə keçid, kəskin və məntiqsiz bir sıçrayış qolardı. Lakin bunun müvəqqəti uzaqlaşmaq, evləri ayırmaq kimi başa düşdükdə, məntiqi ardıcıllıq qorunur. Əvvəl danış, sonra eyni evdə məsafə saxla, o da kömək etmirsə, müvəqqəti olaraq fiziki mühiti ayır, uzaqlaş. 4-cü addım. Nisa 35. Ailə hakimlərinin müdaxiləsi. Fərdi uzaqlaşma da kömək etmədikdə və tərəflər arasında tam qopma, şikak təhlükəsi yarandıqda, məsələ ailə daxili çərçivədən çıxır. Hər iki tərəfin ailəsindən vasitəçilər, hakimlər dəvət olunur. 3. Dilçilik və kontekst uyğunluğu. Ərəb dilində darabə feili çoxmənalı olub, uzaqlaşmaq, səfərə çıxmaq, ayrılmaq mənalarında da geniş istifadə olunmuşdur. Məsələn, Quranın digər ayələrində bu feil bu mənada işlənmişdir. Darabtum fi səbililləh. Allah yolunda səfərə çıxdığınız, uzaqlaşdığınız zaman. Nisa 94. Darabə beynəhum bisur. Aralarına bir divar çəkildi, məsafə qoyuldu. Hədid 13. Bundan əlavə, Nisa 35-ci ayədə tərəflərin barışıd istəməsi, in yurida islahən, əsas şərt kimi qoyulur. Fiziki zorakılığa məruz qalmış bir insanın səmimi barışıq istəməsi psixoloji olaraq demək olar ki, qeyri-mümkündür.
Lakin müvəqqəti uzaqlaşma və ayrılıq tərəflərə soyuqbaşla düşünmək, bir-birinin dəyərini anlamaq və vasitəçilər vasitəsilə sağlam sülh qurmaq üçün ideal şərait yaradır. Nəticə: Qur'anın hüquq sistemi və ailə fəlsəfəsi fərdlərin özbaşına güc tətbiq etməsini deyil, ədaləti, insan ləyaqətinin qorunmasını və problemlərin sistemli şəkildə həllini hədəfləyir. Nisa 34 və 35-ci ayələri vahid bir mətn kimi, Nur surəsindəki cəza limitləri ilə müqayisəli şəkildə oxuduqda aydın olur ki, daraba feili fiziki zorakılığı deyil, boşanmaya qədər getməyən, lakin tərəflərə düşünmək imkanı qanıyan müvəqqəti uzaqlaşma, ayrılıq mərhələsini ifadə edir. Bu yanaşma həm ilahi ədalətə, həm müasir hüquq prinsiplərinə, həm də ailə institutunun qorunması ruhuna tamamilə uyğundur.